Salam uşaqlar. Bugünkü dərsimiz 4-cü bölmədən qarışıqlar dərsidir. Yəni ondan sonra da qarışıqların növlərini öyrənəcəyik. Bu dərsimizin əsas məqsədi qarışıqların növləri, homogen və heterogen qarışıqların fərqli xüsusiyyətləri və hansı qarışıqlar homogen, hansı qarışıqlar heterogen qarışıqlardır, onları izah edəcəm sizə. Demək, bizim səhifənin 69-cu səhifədə belə bir mətn verilib. Ötən əsrin 60-cı illərində The Living Sea, yəni canlı dəniz televiziya proqramı məşhur aparıcısı Jacques Cousteau Cəbəli Tarix boğazında Atlantik okeanla Aralı dəniz sularını birləşsələr də qarışmadıqlarını bütün dünyaya göstərdi. Bundan qabaq da Sakit okeanla Atlantik okeanı, Hind okeanla Qırmızı dəniz arasında da baş verdiyi, belə bir hadisənin baş verməsi də kəşf edilmişdi. Və bunlar arasında, yəni bu qarışmamadığına görə, nəyə görə qarışmamadığına elə bir adamların müxtəlif fərziyyələr, fikirlər irəli sürmüşlər. Yəni bunların səbəbləri araşdırılmışdır. Və burada sizə suallar ünvanlanır. Atlantik okean ilə Aralı dəniz suyunun fərqi nə ola bilər? Nəyə görə bunlar qarışmırlar bir-birinə? Fərqlidir ki, qarışmırlar. Bunların əsas, yəni müxtəlif cavablar verə bilərsiniz siz. Bunların suların sıxlıqlarının müxtəlifliyi ola bilər. Orada həll olan maddələrin fərqli duzlar ola bilər, müxtəlif maddələr ola bilər. Ona görə bu sular bir-birinə qarışmır. Və internetdə belə bir maraqlı bir videoda tapmışam. Videoya da baxa bilərik. Baxın, Atlantik okeanı ilə Aralı dəniz sərhəddidir. Burada həmin sərhəddən çəkiliş olur. Burada göstərilir. Görürsünüz, bizdə fərqlidir. Qarışmır. Sular bir-birinə yaxın olsa sərhəddir və burada gördüyünüz kimi sular bir-birinə qarışmır. Belə bir araşdırmada apara bilərsiniz. Sonra burada təbii suların tərkibində su ilə qarışıq şəklində hansı maddələr mövcuddur? Təbii suların tərkibində müxtəlif maddələr mövcuddur. Müxtəlif duzlar deyə bilərik. Sonra müxtəlif maddələr siz saya bilərsiniz. Mən onları sizin saysam. Yəni bu xorək duzu deyə bilərik. Yəni o duzluq verə bilən maqneziumun duzları, kalsiumun duzları. Təbiətdə saf su tapmaq mümkündürmü? Bəli, mümkündür. Bunların içərisində, yəni təbiətdə su gördüyünüz kimi dünya okean suları, dəniz suları 75% olsa da, bunların çoxu demək olar ki, içməli deyil. Cəmi dünyada 2% içməli su mövcuddur. Yəni çaylarda, göllərdə olan su, içməli su olsa da, belə deyək, qarışıq şəklində olur. Yəni müxtəlif qarışıqlar şəklində də ölkəmizdə də Kür çayı, Ceyranbatan göldə içməli su mənbələrini misal göstərə bilərik. Sonra keçirik qarışıqların növlərinə. Belə bir şəkil var kitabımızda. Birinci, ikinci, üçüncü şəkil. Birinci şəkil dənizdir, dəniz şəklidir. İkinci şəkil kimyəvi stəkanda sudur. Üçüncü şəkildə isə heliumla doldurulmuş şar və helium balonudur. Və burada suallara cavab verə bilərsiniz rahat. Hansı halda saf maddə, hansı halda qarışıq verilmişdir? Birincidə qarışıqdır. İkincidə deyə bilmərik, bu qarışıqdır, yoxsa saf maddədir. Çünki suyun gözlə baxanda bilmək olur, onun tərkibi qarışıqdır, yoxsa saf maddə. Dərsimizin bu hissəsində bunu aydınlaşdıracaq. Üçüncüdə isə saf maddə verilmişdir. Çünki bu təmiz heliumla doldurulmuş şardır. İkinci sual, ikinci halda verilən maya qarışıq ola bilərmi? Bəli, ola bilər, saf maddə də ola bilər. Əgər
ikinci halda qarşılıq verilibsə, nə üçün biz həmin qarşı əməliyyat maddeləri bir-birinə fərq seçə bilmirik? Dərsimiz bunu aydınlaşdıracaq. Belə olan halda bu qarşının hansı növünə aid olar və bu qarşılıqların növlərini də bu dərsdə aydınlaşdıracaq. Bizim burada açar sözcüğümüz homogen qarışıq, heterogen qarışıq, emulsiya, suspensiya. Təbiət dərsində də sizə məlumdur ki, qarşılar 2 və daha çox maddədən ibarət olan sistemlərdir. Qarışıqlar elementlərdən həm də birləşmələr şəklində ola bilirlər. Element deyəndə biz orada nəyi nəzərdə tuturuq? Yəni, maddənin saf şəkildə olmasıdır. Məsələn, biz element var, helium, burada şəkildə göstərir, helium və hidrogen qarışığı. Heliumda gördüyümüz kimi bunlar heliumu göstərir. Helium biz bilirik ki, bir atomludur. Hidrogen də 2 atomlu olduğuna görə, 2 elementdən ibarət olduğuna görə qarışıq şəklində belə ayrı-ayrı göstərilir. Bunları biz yaza bilərik. Hidrogen, bunlar isə helium. Qalanları hidrogen. Gördüm. Hidrogen də bəsit halda, yəni element şəklində, indeksində 2 yazılmalıdırsa, helium isə 1 atomludur. Belə. Yəni qarışıqlar element kimi də ola bilər, element birləşmə şəklində də ola bilir. Sonra hidrogen və amoniak qarışığı. Hidrogen H2, amoniak da bildiyimiz kimi NH3 yazılır. Bu birləşmədir. Hidrogen elementdir, amoniak isə birləşmədir. Su buxarı, karbon qazı. Su buxarı, bu gördüyümüz su buxarda H2O, yəni 2 hidrogen, bir oksigenə ibarətdir. Karbon qazı CO2 yazılır. Bu qırmızı dairənin içərisində göstərilir. Oksigeni ifadə edir. Karbon da boz rəngli göstərilir. Karbon qazı, bu da birləşmə ola bilər. Yəni qarışıqlar element ola bilər, element birləşmə ola bilər, birləşmə də ola bilər. Yəni tərkibi belə ola bilər. Bu qarışığı təşkil edən maddələrin tərkibindən danışılır bu hissədə. Bilirsiniz, hissədə var. Neftin tərkibində 1000-dən çox kimya birləşmə vardır. Həmin birləşmələr çox qiymətlidir. Onlardan müxtəlif məişət əşyalarında istifadə olunur, müxtəlif məlumatlar əldə edilir onlardan. Ona görə də neftə qara qızıl da deyilir. Qarışıqlar homogen və heterogen olmalı bildiyimiz kimi. İki yerə bölünür. Homogen, homo sözü eyni, gen də genezis sözündən götürmüşdür. Homo eyni, yəni eyni, cins deməkdir. Hetero isə müxtəlif iki yerə bölünür və bunlar şəklində bu cür aydınlaşdırılır. Homogen qarışıqda qarışıq tərkibini təşkil edən hissəciyi görmək mümkün deyil. Bunlardan misallar göstərilib şəkildə. Məsələn, qazlı su, şəkər su, hava, polad çuqun, spirt su. Bunlar qarışığı təşkil edən hissəci, bunlarda qarışıq təşkil edən hissəciyi gözlə və ya adi mikroskopla fərqləndirmək olmur. Ona görə bu qarışığa nə deyirlər? Homogen qarışıq. Qazlı suda karbon qazı həll olmuş şəkildə olur. Buna maye qaz qarışığı, yəni su burada mayedir, qaz da karbon qazıdır. Sonra hava, havanın tərkibində azot, oksigen vardır. Azot, oksigen, helium və digər qazlar var. Həll olmuş şəkildədir. Yəni burada o qaz qarışıqlarıdır. Polad çuqunda da həmçinin burada da poladın çuqun tərkibində dəmir, karbon, silisium, fosfor, digər elementlər bu şəkildə. Yəni onu fərqləndirə bilmədiyimizə görə də ona nə deyirlər? Homogen qarışıq. Yəni spirt su, spirt də mayedir, su da mayedir. Ona görə maye qarışığı deyilir. Homogen qarışıqdır. Burada spirti su ilə biz gözlə fərqləndirə və adi mikroskopla da fərqləndirə bilmərik. Bərk maye qarışığı şəkər su qarışığıdır. Ona görə də biz onu nə deyilir? Homogen qarışıq. Bayaqları sualda şəkildə ikinci şəkili sual verir. İkinci halda verilən maye qarışıq ola. İkinci halda verilən maye
qarışıq ola bilərmi? Bəli, ola bilər. Çünki biz onu təyin etmək üçün gözlə kifayət eləmir. Onun qarışığın tərkibinə müəyyənləşdirmək üçün şəkər sudursa, deməli onun dadı şirin olacaq. Xörək duzu sudursa, acı olacaq. Yəni dadı ilə müəyyənləşdirə bilərik. Heterogen qarışıqlar isə deməli onlar müxtəlif cinsli qarışıqda da deyirlər heterogen qarışıqlara. Heterogen qarışıqlar yəni qarışığın təşkil edən hissəcikləri bir-birindən gözlə fərqləndirmək olur. Heterogen qarışıqlar iki yerə bölünür. İfadə olunub emulsiya, suspensiya. Suda həll olmayan mayələri su ilə qarışdırdıqda emulsiya əmələ gəlir. Məsələn, su və neft qarışığı. Su və bitki yağı qarışığı. Yağın sıxlığı, neftin sıxlığı sudan aşağı olduğuna görə suyun səthinə qalxır. Ona görə də bu qarışıqlara emulsiya deyirlər. Suda həll olmayan bərk maddələri su ilə qarışdırdıqda suspensiya əmələ gəlir. Məsələn, su və gil qarışığı, su və təbaşir tozu misal göstərə bilərik. Suspensiya, emulsiya, heterogen qarışıqlar. Və birinci hissədə fəaliyyət hissəsinin işlənilir. Hansı maddələrin su ilə qarışdırılmasından homogen qarışıq, emulsiya və suspensiya əmələ gəlir. Belə bir tapşırıq, ləvazimatlar lazım olur bizə. 6 ədəd stəkan, şüşə çubuq, su, maye, yağ, xörək duzu, aseton, təbaşir tozu, etil spirti. Və burada cədvəli biz həmin tapşırıqları yerinə yetirərək onu biz müəyyənləşdiririk. Maye, yağ suya əlavə etdikdə emulsiyadır. Xörək duzu su əldə etdikdə homogen qarışıqdır. Aseton su qarışığı homogen qarışığıdır. Təbaşir tozu suspensiyadır. Etil spirti su qarışığı da deməli homogen qarışıqdır. Və buradakı suallara cavablandırırıq. Nə üçün bəzi qarışıqlar homogen, bəziləri heterogen olur? Bayaqlar cavabını verdik. Siz də o sualın cavabını verə bilərsiniz. Heterogen qarışıqlar bir-birinə nə ilə fərqləndi? Gözlə fərqləndirdi. Yəni heterogen qarışıqda olan hissəciklər suda həll olunur. Maye yağın və etil spirtinin su ilə qarışığının zərrəcik modeli bir-birinə necə fərqlənir? Fikrinizi əsaslandırın. Buna müxtəlif fikirlər deyə bilərsiniz. Maye yağın və etil spirtinin su ilə qarışığının zərrəcik modeli bir-birinə nə ilə fərqlənir? Və cədvəldə uyğun olan maddələri qarışdırın, alınan qarışığın növünü müəyyən edərək uyğunlara yazın. Və öyrəndiklərinizi tətbiq edin. Ev tapşırığı kimi işləyirsiniz. Və zərrəcik model belə deyil. Burada öyrəndiklərinizi tətbiq edin, öyrəndiklərinizi yoxlayın hissəsində işləyirsiniz. Sonra iş dəftərində olan sualları cavablandırmaq lazımdır. İş dəftəri qarışıqların növləri verilir. Homogen qarışıqları, qarışıq təşkil edən maddələr gözlə bir-birindən fərqlənir. Belə qarışıq müxtəlif hallarda olan maddələrdən əmələ gələ bilər. Adi bir nəzəri məlumatdır. Homogen qarışığı əmələ gətirən maddələrin hallarını boşluqlara yazın. Yəni o deməkdir ki, hal necə yazılır? Yəni maye plus maye. Qaz plus maye. Bu hallar 5 halda onu yazırsınız. Həmin hissəyi. Bu qarışıqlardan maye bərk olanlara 2 nümunə göstərin. Maye bərk. Əlbəttə homogen qarışıqdan söhbət edir. Məsələn, xörək duzu su, şəkər tozu su, misal göstərir. Hava hansı halda olan maddələrin qarışığıdır. Bunu da təkrar demirəm. Öz işləməlisiniz bunları. Havanın əsas hissəsi təşkil edən azot, oksigen və karbon qazı qarışığının zərrəcik modelini tərtib edin. Yəni o bayaqları dedik. Rəsm dairə kimi. Çünki azot belə götürürük. 4 dənə qarışıqdır. Sonra rəngli oksigen də belə götürək. 2 atomludur.
Misal üçün çoxlu müxtəlif rənglərdə yaza bilərik. Yaşıl götürək. O karbon qazı. Karbon qazını yaşıl götürürük. Oksijeni necə götürmüşük? Qırmızı götürürük. Model kimi götürə bilərik. Yaşıl bunu zərərdiş modeli. Bu şəkildə bunu belə çoxlu yaza bilərik. Bu model budur. Sonra X mayesi su ilə şəffaf məhlul iri mayesi tərkibli gözlə təbilənin qarşılamaya gətirir. Bundan istifadə edilir. Yeni ifadə doğru olanların altına xətt çəkir. Yəni bunları mən sizə göstərirəm. Bunları işləyərsiniz. Uyğunluğu oxlarla göstərin. İzah elədiyim homogen tüstüncü emulsiya. Cədvəldəki məlumatı istifadə edin və cavablandırın. İşləyəcəksiniz. Uyğunluğu oxlarla göstərirsiniz. 5-ci suala baxırıq. Hidrogen və karbon aşağıda oxuyuruq. 6-cı sual. X, Y, Z və T maddələrinin su ilə əmələ gətirdiyi qarşılığının növünü müəyyən edin. Burada bir izah lazımdır. X maddədə suda həll olması həll olur, bərk haldır. Əlbəttə ki, homogendir. Homogen qarşıdır. Suda həll olunursa, maye isə emulsiyadır. Olacaq. Bərk maddədə suda həll olunursa, suspenziyadır. Maye suda həll olursa, homogen. Belə deyək də, əgərsə bərk maddə və ya maye isə qazdırsa, suda həll olursa, homogen qarışıqdır. Amma həll olmursa, mayedirsə, emulsiyadır, bərkdirsə, suspenziyadır. Bu şəkildə buna biz izah elədik. 7-ci suala baxın. Sonra özünüz yazacaksınız. Leyla maya halında sadə suallardır. İşləyirsiniz. Bilmədiyi suallar olarsa yarısı cavablandıraq. Bir sualdan ibarətdir. Sağ olun. Salam uşaqlar. Bugünkü dərsimizdə 8-ci sinif 3-cü bölmədə kimyəvi tənişlər olacaq. Bugünkü dərsimizin əsas məqsədi 7-ci sinifdə keçirilən söz təmlikləri ilə kimyəvi reaksiyaların söz təmliklərinin ifadəsini artıq onun simvollarına yazışın öyrənəcəyik və reaksiya daxil olan və reaksiya nəticəsində alınan maddələrin formulları, kimyəvi təmliklərin yazılma qaydaları dərsdə açıq şəkildə izah edəcəyik. Şəkildə gördüyümüz kimi kimya dərsindən elementlərin simvollar, tanış olmuşsunuz, kimyəvi birləşmənin kimyəvi formullar, kimyəvi reaksiyaların isə söz təmliyi ilə ifadə olunduğunu bilirik. Burada elementlər var. Həmin bu elementlərin göstərilən burada bu şəkildə elementlərin simvollarıdır. Bunlar kimyəvi birləşmələrin formullarıdır. İşarələdir kimyəvi birləşmələr. Söz təmlikləri də yəni hidrogen, oksigen reaksiya daxil olur, su əmələ gəlir. Bu kimyəvi reaksiyanın söz təmliyidir. Və bu şəkildə ifadə olunur. Kimyəvi təmliklərin yazılma qaydasını bu dərsdə öyrənəcəksiniz. Və belə bir sual ünvanlanır. Reaksiya təmliklərini elementlərin simvollarını və kimyəvi birləşmələrin formullarını istifadə etmək, necə ifadə etmək olar? Misal üçün, burada göstərə bilərik. H2 hidrogen, oksigen də O2, oksijası H2O. Bu olduğu kimyəvi təmlik. Bunun da ətrafını sizə izah edəcəm. Hidrogenin və metanın yanma reaksiyasının formulları ilə ifadə olunmuş təmliyin necə olar? Hidrogenin yanma. Yanma nədir? Yanma maddələrin oksigenlə qarşılıqlı təsirli olması. Hidrogenin artıq biz formulunu bilirik. Yanma, yəni oksigenə qarşı. Yəni hidrogen oksijende yanması təmliyidir. Gördüyümüz bu təmlik. Hidrogen və burada bunun cavabını vermiş oluruq.
Metanın yanma reaksiyasının formulu. Metan yazılanda CH4 yazılır. Keçən illərdə 7-ci sinifdə keçmişik bir dərsdə də təkrar olunur. Yanma, yəni oksigen reaksiya daxil olmasıdır və burada arada söz təmizini soruşar sizdən. Metan sözünü yazırıq. Metan plus oksigen. Metan plus oksigen. Şərəsi qoyulur. Ya bərabərliyi qoya bilərik. Siz bunu tam bu dərsləri oxuduqdan sonra başa düşəcəksiniz. Bu zaman karbon qazı əmələ gəlir. Karbon qazı plus su. Bu oldu. Bu reaksiya, metanın yanma reaksiyasının formulları ifadə olunmuş. Necə olar? Metanı bu şəkildə yazırıq. CH4 plus oksigen, oksijası qoyulub. Karbon qazı CO2 plus H2. Artıq biz nə ifadə elədik? Söz təmizini yanma reaksiyanın formullarını ifadə etdik. Bu oldu kimyəvi təmyiz. Kimyəvi reaksiyaların ifadə etmək üçün reaksiya daxilində alınan maddələrin formullarını daxil olan təmizlərdən istifadə olunur. Bu təmizlərə kimyəvi təmiz deyilir. Bax, yazdığımız burada gördüyünüz kimi demək bu kimyəvi reaksiyadır. Burada formullar, maddələrin formulları var. Reaksiya daxil olan maddələr təmizin sol tərəfindədir. Reaksiya məhsulları isə sağ tərəfdə yazılır. Ox şərəsi qoyub sağ tərəfdə yazılır. Burada əmələ gələn maddələrin formulu karbon qazı və sudur. Reaksiya daxil olan metan və oksigendir. Buna kimyəvi təmiz deyilir. Kimyəvi reaksiyanın kimyəvi formulları və riyazi işarələr şərti yazışılır kimyəvi təmiz. Və reaksiyanın kimyəvi təmiz necə tərtib olunur? Aşağıda bir neçə reaksiya verilir. Azotun hidrogenlə reaksiyası. Azotu N2 yazılır plus H2 hidrogenlə reaksiyası. Alüminiumun yanması. Ben bunu buraya yerleştir, sıvıştıramayacağım. Biraz alüminium plus O2. Kalsiyum flor arasında baş verən reaksiya. Kalsiyum plus flor. Bu şəkildə yazılır. Natriumun kükürdlə reaksiyası. Natrium plus S. Kalium oksid və xlor turşusundan kalium xlorid və suyun alınması. Artıq burada söz təmliyi verilir. Bunu rahat yazmaq olar. Kalium oksid plus xlorid turşusu. Ox şərəsi qoyulur. Kalium xlorid plus su. Kalsiyum hidroksid. Kalsiyum hidroksid artıq belə yazılır. Xlorid turşusu H-xlor reaksiyası yazılır. Bunun kalsiyum xlorid və su əmələ gəlir. Bunu da bu şəkildə yazılır. Müzakirə edilən olur ki, hər bir reaksiyanın təmin yazılması hansı arzuda aparırdınız? Burada biz bildik ki, hansı maddələr reaksiya daxil olur. Reaksiya daxil olan maddələri yazıb, ox şərəsi qoyulur. Reaksiya məhsulları yazılmalıdır. Sonda. Mən bunu bildiyimə görə yazıram. Ammoniak, NH3, burada alüminium 2 əmələ gəlir. Kalsiyum xlorid. Burada reaksiya məhsullarında bu şəkildə burada yazdıq. Reaksiyaların kimyəvi tənliyinin tərkibi üçün hansı qaydanı təşkil edərdiniz? Bir neçə qayda var, həmin qaydayla tanış olacaq. Dərs prosesində verilən suallar olduğuna görə, yəni sizə müxtəlif sual, orada fikirlər olacaq. Onu müzakirə etdikdən sonra bu hissədə izah olundu sinifdə. Kimyəvi reaksiyalar, kimyəvi təmizlər aşağıdakı arzuda tərtib olunur. Reaksiya daxil olan maddələrin kimyəvi formulu yazılır. Bayaqları yazdığımız kimi. Bu zaman reaksiya daxil olan maddələrin sayı 2 və daha artıq olduğu onların formulları isə plus şərəsi qoyulur. Görün. Yazdıqda burada 2 və daha çox olduğuna görə plus şərəsi qoyulur. Reaksiya daxil olan maddələrin sayı 2 və daha çox olduğu plus şərəsi qoyulur. Sonra ox şərəsi qoyulur. Reaksiya alınan maddənin kimyəvi formulları yazılır. Əgər 2 və daha çox arasında plus şərəsi qoyulur. Belə ki, kimyəvi təmir şəkildə yazılır.
7-ci sinifdə belə bir təcrübə aparmışdı ki, klorid turşusu və çay sodası. Burada natrium klorid və karbon qazı su əmələ gəlir və bunun söz təmliyinin ifadə olunmuşdur. Burada reaksiyaya daxil olan maddələrin formulu yazılmalıdır. Klorid turşusu və çay sodası yazılır. Bu şəkildə yazılır. Və əmələ gələn maddələr sonra ox işarəsi qoyuldu. Birinci və birinci qoyuldu. İkinci ox işarəsi qoyuldu. Üçüncü də reaksiyadan alınan məhsullar bu şəkildə yazılır. Burada başlanğıc maddələr burada H-klor, yəni xlor turşusu və çay sodasıdır. Və ya bunların reagentlər də deyilir. Reagent, başlanğıc maddə eyni anlayışdır. Reaksiya məhsulları və bu hissələr reaktivli karbon qaz sudur. Və burada da ifadə olunur. Dərsimiz bu qədərdir və dərsin nəzəri hissəsi bu qədərdir və öyrənib tətbiq edin. İşləyəcəksiniz. Dərs zamanı yoxlayacaq. Öyrəndiklərinizi yoxlayın. Bunlarda işləyirsiniz. Sağ olun.